təqlidsiz ibadətlərimiz batildir? Yəni, belə suallar çoxdur. Gəlirlər cəmaat, belə bizə bir söz deyirlər ki, təqlidin var, kimə təqlid edirsən? Mütləq bir ad deməlisən, Ayətullah uzma filan kəs. O da deyir, mən bilmirəm, o nə olan şeydir. Və salam, sənin hər şeyin batildir, namazın batildir, orucun batildir, ibadətlərin. O adam da təşvişə düşür ki, necə yəni, mənim indiyənə qədər ibadətlərim batil oldu. Bir nəfər mənə yazıb ki, bu təqlid nədir? Mən deyir, 14 məsuma təqlid edirəm. Mən də bir söz deyə bilmədim ona ki, 14 məsuma təqlid edirsən, bəs bu boyda əsrlərlə din alimləri kimə təqlid ediblər ki, biyəm? Onlar da 14 məsuma təqlid edirlər də. Kim özündən bir rəy, bir sözdürsə, özünü cəhənnəmin ortasına salmış olacaq. Lazım deyil, əziz insanlar. Yəni, gedirsiniz, görürsünüz, bir adam namaz qılır, bəcət deyirsiniz ki, kimi təqlid edirsən? Bu təqlid məsələləri çox təəssüflər olsun ki, indiki zamanda da gəlib bir qəribə bir hal alıb. Bəzi insanlar ya inadkarlıqdan elə bilirlər ki, desələr ki, mən təqlid edirəm, hansısa bir zümrə ona, sən filancısan, filan ölkəçisən, nə bilim, belə adlar qoşacaq. Ona görə deyirlər ki, yox, məni qatma. Bəziləri ya təqlid sözünün özündən utanırlar ki, təqlid ona meymuna deyirlər, təqlid edən. Elə bilirlər ki, kiminsə oyununu çıxartırsan, təqlid budur. Yox, əslində təqlid qallədə feilindən əmələ gəlib, yəni ki, boyunbağı, kiminsə boynundan bir boyunbağı asmağa deyilir də. Yəni, mən öz məsuliyyətimi sənin üzərindən asım. Yəni, bu qədər asan. Sən onun adını müraciət qoy, sən onun, nə bilim, hansısa bir şeylə əlaqədar sualın cavab öyrənməsini qoy. Yəni, burada belə bir zərurət deyil. Qardaş kimi məsləhətim budur ki, siz yeni namaz qılan, ibadət edən insanların həyatına girməyəsiniz, onları incitməyəsiniz. Kimə təqlid edirsən, mütləq bir Ayətullah uzma adını deməlisən orada. Yoxsa sənin ibadətlərin puçdur, hədərə getdi. Yoxdur, belə şeylər eləməyin. Təəssüflər olsun ki, bəzi insanlar bu təqlid mövzusunu futbol komandalarına bir bənzədiblər. Sən haralısan? Real Madrid'ə azarkeşlik edirsən, Barcelona azarkeşlik edirsən, sən Ayətullah kimcisən, sən Ayətullah kimcisən. Bu cəmaat da istəmir, qardaşım. Bu din niyə görə bu hala gəlməlidir? Yəni, bu düzgün deyil. Zaten bizə sünni, şiə, vəhabi kimi ayrımçılıqlarla elə güclə yaşayırıq ki, o ki olsun bir müştəhid ayrımçılıqda eləyəsiniz. Əslində, bu da savadsız insanların söz-söhbətləridir. Çünki böyük İslam alimlərinin, müştəhidlərin rəylərində də elə böyük fərq yoxdur ki. Zəruri bir xırda məsələlərdədir. Demək olar ki, eynidir. Peyğəmbərlə aramızda 10 neçə əsr fərq var. Quran da əlimizdə var. Qurandan başqa heç nə qəbul etmirəm deyənlərin rəylərinə baxırsan, bir-birləri ilə necə şiddətli mübahisələr edirlər. Biri deyir, yox budur, biri deyir, yox budur. Nə oldu, demirsən, Qurandan başqa heç nə yoxdur. Hələ iki nəfər görürsünüz ki, bir dənə məsələnin üstündə deyirlər ki, bu deyir ki, yox, buradan mən belə başa düşürəm. O deyir, yox, buradan mən belə başa düşürəm. Allah Teala Quranda qeyd edilib ki, zəkat verilməsə cəhənnəmlə təhdid edilib. Yaxşı, Quranın hansı ayəsindədir ki, zəkat nələrə verilir? Bunu deyim, mən istəyirəm, əməl etim. Sözsüz ki, yoxdur bu şey. Yenə də bunu qeyd edim ki, insan ya hökmləri özü ələ gətirməlidir və ya kifayət qədər savadı olmalıdır ki, ehtiyat əhli olsun və yaxud da ki, müraciət edən və ya bizdə müqəllid deyirlər, bu şəkildə olmalıdırlar. Bizim də elmi cəhətlərimiz var. Var, orta məktəb müəllimi var, bakalavr təhsili olan var, magistr təhsili olan var, ondan sonra ta doktorantura var, ondan sonra professoru var və sonda insan var, sahibi nəzərdə akademikdir. Sözsüz ki, akademiklə professor arasında fərq var. Akademik adamlar artıq özləri fikir istehsal edirlər. İnsanlar var ki, görürsünüz ki, deyir ki, mən təqlid eləmirəm, belə biraz ikrahla şeylir. Eyni halda mənə sual verir. Məsələn, namaz əsnasında dəstəmazım pozuldu, mənim hökmüm nədir? Sözsüz ki, bu şey Quranda yoxdur. Həmin adam, yəni şuuraltı mənə təqlid edir. Təqlid edir, yəni məni müraciət edir. Sözsüz ki, mən Fərid, düzdür, təhsil almışam, mənim də müəyyən qədər savadım var. Ancaq mənim də savadım böyük İslam alimlərinin savadı qədər deyil. Bir insan var 10 ilə yaxın təhsil alsın, amma İslam alimləri 30-40 il ərzində təhsil alırlar. Sən otur ki, lümə oxu, məkasib oxu, kifayətül usul oxu, bu ilə insan müştəhid olmaz. Və ya dərs xarici tam bitirməklə də müştəhid olmaz. Yəni, səni gəlib böyük iştihat sahibləri də təsdiq etməlidirlər. Sənə rəy verməlidirlər və bu cür bizim kimi adamlar məsəl üçün nəql edə bilərlər və ya uzaqbaşı ən yaxşı halda ehtiyat əhli ola bilərlər. Amma yəni iştihat sahibi üçün daha böyük təhsil almaq lazımdır, akademik təhsil almaq lazımdır və bizə də müraciət etdikdə sözsüz ki, biz də o böyük İslam alimlərinin gətirdiyi rəyləri, istidlal qaydalarına tabe olub fikirləri qeyd edirik. Bir insan təqlid olmadan əməl edirsə, əməlləri batildirmi? 3 dənə şərt deyirlər. Birinci şərt odur ki, şəxs anlasın ki, mən öz vaqei, yəni hal-hazırda mənim üzərimdə təklif, öhdəlik nədirsə, ona düzgün şəkildə öz vəzifəmə riayət etmişəm. Məsələn, namaz əsnasında dəstəmazım pozulub. Və ya dəstəmaz alırdım, üzümü yudum, sağ qolumu yudum, su kesildi. Mən neynim?
Mən bilməliyəm ki, öz vəzifəmə indi düz əməl eləmişəm, düz əməl eləməmişəm. Əgər düz əməl eləmişəmsə, bu birinci şərtdir. Mən bilirəm nə etmək lazımdır. 2. Onun əməli təqlid etməli olduğu müştəhidin rəyi ilə üst-üstə düşmüş olsa. Yəni, ay əziz zəhmətkeş o adam ki, sən deyirsən ki, təqlidsiz sənin əməllərin batildir. O insanın ki, əməlləri ümumi müsəlmanların ki, əməlləri ilə uyğun gəlirsə ya, sən burada niyə suları qarışdırırsan? Məsələn, bir adam müsəlmanlar kimi və ya müqəllidlərin qıldığı kimi namazı düz qılır. Mütləq onun üzərinə sən Ayətullahil Uzma adını sən pasport və yazmalısan mı deməlisən? O adam zaten əməllərini düz edir. Və ya nəsə sualı çıxanda mənim kimi adama müraciət edir və ya digər din alimlərinə və ya mütəxəssislərə müraciət edir. Sən niyə onu zəhər edirsən o əməllərini? Əgər bu düzdürsə və ya üçüncü də ki, hal-hazırda kiməsə təqlid eləməlidir, o müştəhidin rəyi ilə üst-üstə gəlirsə, bu adamın əməlləri düzdür. Mütləq onu məcbur eləməyin ki, sən mütləq deməlisən ki, Ayətullahil Uzma filan kəsə təqlid edirəm. Bu adamın əməlləri düzgündürsə, yəni hal-hazırda kimə təqlid etməlidirsə ya ki, demək olar ki, deyək məsələn ki, hal-hazırda 9 ələm ən bilikli müştəhid varsa, onların rəylərinin hamısı demək olar ki, üst-üstə düşür. Üst-üstə düşür. Və bu adamın namazı, orucu, digər ibadət məsələləri də əmin müştəhidlərin rəyi ilə düz gəlirsə, siz o adamın həyatına müdaxilə eləməyin zəhmət olmasa.